Salam əziz şagirdlər, gəlin riyaziyyat test toplusu 1-ci hissədə olan belə bir sualın həllinə baxaq. Sualın həllinə keçməzdən öncə, əgər videolarımızı xoşunuza gəlirsə, kanalımıza abunə olub videoyu bəyənməyi unutmayın. Gəlin indi izaha keçək. İzah edəcəyim sual 37-ci sualdır. Mən sizdən qabaq dəftərə köçürtmüşəm ki, daha rahat izah edə bilim. İndi gəlin sualın izahına baxaq. Sualda bizdə deyir ki, x plus y 5-ə bərabərdir. X kvadrat plus y kvadrat isə 29 plus 2xy-ə bərabərdir. Bizdən x-y soruşur. İndi biz bunu həll etmək üçün x kvadrat plus y kvadratın açılışını bilməliyik. Gəlin birlikdə öyrənək. X kvadrat plus y kvadrat bərabərdir x çıx y kvadrat plus 2xy və yaxud x plus y kvadrat çıx 2xy. Bizə burada lazım olan ikinci düsturdur. Çünki bizə x plus y verib. Ona görə də biz ikinci düsturu seçirik. X plus y 5 isə x plus y-in kvadratı 25 olacaq. İndi isə yazaq 25 çıx 2xy bərabərdir 29 plus 2xy. Sonra 25-i bu tərəfə, 2xy isə bu tərəfə keçirək. Mənfi 4xy bərabərdir 4-ə. Sonra 4-lər ixtisar olunur. Mənfi xy bərabərdir 1-ə. Bizdən mənfi xy yox, xy soruşur. Ona görə də mənfi o pis tərəfə atırıq. Xy bərabərdir mənfi 1-ə. Testimizə baxırıq. Doğru cavab C variantı mənfi 1. C variantı. Sağ olun.